Disk yırtığı bel ağrılarının əsas səbəblərindən biridir. Diskin xarici qatı zəiflədikdə içindəki maddə sinirlərə təzyiq edir. Bu təzyiq beldə güclü ağrı, ayağa vuran sancı və keymə yaradır. Videoda həkim Vüqar Abdülkərimov biolitik lazer ilə PLDD müalicə həyata keçirir. Biolitik perkutan lazer diskektomiya seçilmiş xəstələr üçün minimal, invaziv və yüksək dəqiqli bir müalicə metodudur. Bu üsulda xüsusi iynə vasitəsilə fəqərə arası diskin içərisinə girilərək biolitikin effektli və təhlükəsiz lazer enerjisi ilə diskin jelə bənzər maddəsi buxarlaşdırılır. Bu diskin daxili təzyiqini azaldır, sinirlərə olan baskını aradan qaldırır və bel ağrılarını effektiv şəkildə yüngülləşdirir. Açıq əməliyyatsız, tikişsiz və qansızdır. Ümumi narkoz tələb olunmur, tez sağalma və az fəsad riski, eyni gün evə buraxılmaq mümkündür. Açıq əməliyyatdan fərqi disk çıxarılmır, ətraf toxumalar zədələnmir, xəstə reabilitasiyasız normal həyata qayıdır.